qumarbaz insanlar var. Onların əksəriyyəti çox şanslı insanlardır real həyatda. Yəni siz də o həmin başıboş adamda getsin bir yerə, ikiniz də bir yeşik alma qoyun, satmağa başlayın. O səndən tez satacaq onu. Enerjisi başqadır axı. Niyə? O insanlar elə bir bütün həyat məsuliyyətlərini, hər şeyi kimiz üstünə atıblar da, məsuliyyət yoxdur bu adamda. Yəni burada proqram təminatında bir blokaj yoxdur. Ona görə hamı ona borcludur, hamı ona pul verməlidir. Düşüncəsinə Düşüncəsi görə. belədir. O frekansı ötürdüyü üçün də hamı cəb ondan alman alacaq birinci. Tutdunuz? Yəni şuur altı olaraq bu adam inanıb ki, anam atam işləyib mənə pul verməlidir, mən belə yaşamalıyam. Hətta Tanrı belə mənə borcludur da, elə hiss edirlər. Və şuur altı da zaten nə inandığına baxır. Elə inandığı üçün həyatlarını elə yaşayırlar. Həyatı boyu ana-ataları arxasınca sürünür, onlar üçün hər şey eləyirlər. Onlar da həyatı boyu yaramazlıqlar eləyirlər.